Hamıya salam. Mən bu gün sizə Windows 7 haqqında geniş məlumat göstərəcəm. Birinci, baxın, yüklədiyiniz failləri əgər iş masasına düşmürsə, onları haradan tapa bilərik? Məsələn, gəlirik C diskinə. C diskində program fail x86 var. Buradan yüklədiyiniz faillərin burada düşəcəyi və buraya çox qarışdırmaq və heç bir şey silmək lazımdır. Burada formata aid də bəzi şeylər var. Ondan sonra nə məlumatı verim? Məsələn, bir fail götürək. Bir fail götürdükdən sonra, məsələn, Windows Movie Maker. Bunun biz x86'da məkanını tapmaq istəyirik. Yazılıb ki, burada fail məkanını aç. Burada gördüyünüz kimi buradan failin məkanını lokal diskdə yox, iş masasında tapır. Gördüyünüz kimi. Və belə işte bundan başqa mən sizə nə göstəreyim. Bundan başqa kompüterin daha tez işləməyini istəyirsinizsə, burada ekranda daha çox şey olmamalıdır. Mənim kimi bir failə yığmalısınız. Mən ekrana çox şey istəsəm ata bilərdim. Sadəcə məsələn çəkdiyim YouTube məsələn şeyləri məsələn YouTube-a atılacaq videolar atıram. Beləncə atıram, yəni belə bir şey. Mahnılardan başqa burada da mahnılar var amma yəni ekrana düşmür. Yəni sonra sizə nə göstəreyim? Məsələn bir nə göstərim sizə? Əgər parol sisteminiz yoxdursa, mən öz kompüterimdə parol sistemi yaratmışam. Əgər parol sisteminiz yoxdursa, nə göstərim sizə? Məsələn, hər şeyə bir parol qoymaqdansa, parolları göstərə bilmərəm. Amma elə belə asa bilərəm. İşlətmədiyim parolları göstərirəm. Yəni bunları işlətmirəm. Beləncə bir parollar yarada bilərsən. Bunları işlətmirəm amma əsasən işlətdirəm, sizə göstərəm, mənəm üzr istəyirəm. Nə göstərirsən? Bundan sonra user haqqında məlumat verəcəm. Userə daxil oluruq, userin şəklini dəyişdirmə və parol qoymaq göstərəcəm. Userə daxil oluruq. User indibatçısı var. Burada yazılıb ki, şəklinizi dəyişdirin. İkinci. Burada qoyuruq bunu. Mən top şəklinə qoyuram. Şəklə dəyişdir. Beləncə gördüyünüz kimi şəkil dəyişdi. Baxaq, girək baxaq. Baxın, gördüyünüz kimi bu şəkildə. Amma indibatçı şəkli aslında gözəldir. Yəni belə. Sonra lipazlatından danışım. Sonra hər hansı bir faili siz məsələn sadəcə ekranla, bəzi adamlar sadəcə ekrandan robot stoldan silir, yəni iş masasından silir. Amma əslində yanlış bir şey. Əgər bunu etmək istəyirsinizsə, daxil oluruq başlata, yəni puska. Burada idarə etmə paneli var. İdarə etmə panelinə vururuq və proqramlar var. Proqramlardan proqram və xüsusiyyətlərinə vururuq. Mən uTorrent'i siləcəm, lazım deyil də. Torrent quraşdırmanın ləğvit var. Vururuq ona. Gördüyünüz kimi beləncə bir şey gələcək silmək üçün. Tamam. Tamam, vururuq və gördüyünüz kimi artıq uTorrent yoxdur. Aha, ekranda var. Xeyr, yoxdur. Yəni belə bir şey. Ay, yaratdım Windows Movie Maker-ı. Açmaq istiyorum. Sonra nə göstərim sizə? Kompüterin dilini dəyişmək. Bunu internetdən də tapa bilərsiniz. Əsasən Windows adını tapa bilərsiniz. Burada mən yükləmişəm. Lipazlatın var. Lipazlatın haqqında mən sizə məlumat göstəririm. Bunları silərik. Lipazlatın düşür. Belə daxil oluruq fayla. Yəni növbəti vura-vura
Eləncə ustanov olacaq və kompüteriniz öz-özünə sönüb yanacaq. Açdığınızda görəcəksiniz ki, failiniz belədir artıq. Sonra nə göstərim sizə? Nə göstərim? Bir dəqiqə gözləyin. Göstərəcəm sizə Windows əməliyyat sistemində bəzi mini proqramlar var. Onlar ki, hansılardır? Onlar mini proqramları buradan da tapa bilərsiniz. Mini proqramlara daxil oluruq və ekrana saat oynatma və s. kimi özellikləri buradan daxil edə bilərsiniz. Əgər ki, mən ekrana antivirus atıram. Faktor atıram. Faktor ki, kontrolünü açır. Ondan sonra bir də hava atıram. Moskva yox, bunun Nastroykidən dəyişək. Flash belən. Kompüterin sürətlənməsi haqqında danışırıq. Kompüterin sürətlənməsi nədir? Bir dəqiqə, mən onu kötüydən silirəm. Kompüterin sürətlənməsi haqqında, məsələn, sürətlənməsi üçün və beləncələr üçün birinci daxil vərdələşdirir və ancaq Windows 7 ayrını işlədir ki, burada bu özünün şeydir deyə rahat işləyəcək. Yəni rahat işləyəcək. Saat deneyin. Və sizin üçün də rahat işləyəcək. Və bir eləncə qoya bilərik və dediyim kimi ekrana çox fail atmayaq, çox bir şey atmayaq və bir failə hamısını. Yəni bilə-bilə şeylər göstərəcəm sizə. Sonra nə göstərim? Yəni göstəririk. Sən nə göstərəcəkdim? Nəysə, sağ olun. Gələn dəfə görüşlərdə bəlkə sizə Wi-Fi-nin adını, bəlkə deyirəm, dəqiq deyəmərəm, Wi-Fi-nin adını və parolunu dəyişdirməyi, necə dəyişdirməyi öyrədəcəm. Sağ olun. Nəysə.